Hər kəs salam, Texnoloji Azərbaycan kanalına sizləri yenidən xoş gördük. Bugünkü videomuzda Cisco Packet Tracer proqramını necə yükləyə bilərik kompüterimizə, onu sizə izah edəcəm. Bildiyiniz kimi Cisco Packet Tracer Cisco'ya məxsus bir simulyasiya proqramıdır. Hansı ki, biz o proqramın içində şəbəkə avadanlıqları ilə praktika edirik. Bu proqramı Cisco'nun öz rəsmi saytından yükləsə, sizdən Cisco login istəyir, yəni oradan yükləmək üçün. Gəlin bu proqramı başqa görə necə yükləyə bilərik ki, bizdən login istəmədən bu proqramı normal yükləyə bilək. İlk öncə daxil oluruq təbii ki, brauzerimizə və buradan Cisco Packet Tracer download yazır, onu basacaq və burada sayt var. Aşağıda görəcəksiniz. Computer Networking Notes saytıdır. Bura daxil oluruq və axırıncı versiyası olan Packet Tracer'ın ən axırıncı versiyası olan 8.2.2 versiyasını yükləyib. Burada gördüyünüz kimi versiyalar var. 64 bit üçün və Windows'un 64 bit üçün, 32 bit üçün, sonra Linux'lar üçün, macOS'lər üçün və burada torrent linki də var. Biz Windows'a yükləyirik və bizim Windows'umuz 64 bitdir. Ona görə də ən yuxarıda olan Windows'un 64 bit versiyasının üzərinə bir dəfə klikləyirik və Packet Tracer artıq bizim kompüterimizə yüklənməyə başlayacaq. Yuxarıda da gördüyünüz kimi. Packet Tracer artıq yükləndi. Gəlin setup'ı açaq. Bu cür pəncərə qarşılayacaq bizi. Burada accept edib next edəcəyik. Burada proqramı hara yükləmək istədiyimizi soruşur bizdən. Bu qala da bilər, dəyişə də bilərsiniz. Next edəcəyik, sonra yenidən next edirik. Ekrana Create a Desktop Shortcut, ekrana əgər shortcut əlavə etmək istəyirsə bunu seçə bilərsiniz və ya da Quick Launch shortcut elə bu cür qalacaq məndə. Next edəcəm və install. Bu formada biz Cisco Packet Tracer'ı kompüterimizə yükləyə bilərik. Əgər sizin Cisco hesabınız yoxdursa, ancaq offline rejimdə istifadə edə biləcəksiniz. Yəni sizin kompüterinizin gərək internetə çıxışı olmasın ki, siz bu proqramı offline şəkildə işlədə biləsiniz. Əgər elə istəmirsinizsə, Cisco hesabı aça bilərsiniz. Bu da çox sadədir. Normal bir Cisco hesabı açaraq siz rahatlıqla Cisco Packet Tracer proqramından istifadə edə bilərsiniz. Gəlin elə launch Cisco Packet Tracer eləyək. Görək necə pəncərə bizi qarşılayacaq. Okay, burada multi-user deyir. No eləyə bilərsiniz və yaxud da yes, mən no edəcəm. Firewall-la bağlı belə bir şey çıxartdı. Biz burada allow access eləyək və belə bir login ekranı deyir. Siz həm Networking Academy, yəni Cisco Network Academy-dən hesabınızla siz registrasiya ola bilərsiniz, yəni giriş eləyə bilərsiniz. Və yaxud da Cisco'nun Skills for All platformasından buradan da eləyə bilərsiniz. Sizin hansında hesabınız varsa, ondan giriş edə bilərsiniz. Hesabınız yoxdursa da normal Cisco hesabı açıb proqrama daxil ola bilərsiniz. Yox, əgər siz deyirsiniz ki, hesab açmadan proqrama daxil olmaq istəyirəm, onda siz gəlin elə buradan şəbəkə kartımızı bağlayaq. Görək bağladığımız zaman biz girə biləcəyik, yoxsa yox. Bura gələndən sonra Change Adapter options'a daxil oluruq və bizim şəbəkə kartlarımız olan bir yer açılır. Buradan bunu disable eləyəcəyik. Okay, hal-hazırda internetə çıxışımız yoxdur. Yəni yenidən Packet Tracer'a daxil olaq. Gördüyünüz kimi bizdən heç bir login ekranı tələb etmədi və biz proqramın içərisindəyik. Rahat istədiyimizi eləyə bilərik. Gəlin baxaq. Okay, routerlara qoya bilirik. Yəni switch də qoya bilirik. Okay, heç bir problem yoxdur. Biz hal-hazırda proqramı tam şəkildə istifadə edə bilərik. Ancaq bizim kompüterimizin internetə çıxışı yoxdur. Əgər offline-da belə istifadə etmək istəmirsinizsə, normal dediyim kimi az öncə hesab açaraq rahatlıqla bu proqramı istifadə edə bilərsiniz. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videolarda görüşənədək hələlik.